Və beləcə həndəsi, toppuş, dolğun bir dənə 26 simvolu yaranır. Onun üzərinə JPEG JPEG deyə bilərik. Onun üzərinə bir dənə şəkil yerləşdirirlər. PNG. PNG. Onun üzərinə bir dənə PNG şəkil yerləşdirirlər. Arxasında o xanalar yoxdur və sair, Allah'a şükür. Salamlar, bu dəfəki branding podkastımız müəyyən bir mövzu başlığı altında olacaq. Mövzu da təbii ki, hal-hazırda aktual olan futbol. Dünya çempionatının brandingi, futbol klubu brandingi, birazdan görəcəksiniz hansı futbol klubundan söhbət gedir və bir də milli komandalarda, futbol komandalarında branding. Başlayaq ilk klub brandingindən. Fərid, buyur, söz səndə. Deməli, məndə bu dəfə Sporting İdman klubudur. Biz bunu daha çox Sporting futbol klubu kimi tanıyırıq. Futbola baxan insanlar da bilir. Bu rebranding eləyib, öz tarixi köklərinə qayıdıb. Yəni son illərdə ümumiyyətlə fikir vermisinizsə, çox loqo tarixi köklərinə qayıdır. Elə bu da onlardan biridir. Yaranıb 1907-ci ildə ilk loqosu Geraldika belə formasında olub şir orada. Amma ən uğurlu 1945-ci ildəki loqosunu deyirlər. Çünki o loqoda bir həm tipoqrafik forma var, hərflər, daha doğrusu simvollarda, həm də bir Portuqaliya tərəfin elə bir keramikalar mədəniyyətinin, keramika düzəlmə mədəniyyətinin naxışlarından, bir də dolaşan bitkilərdən bir forma, qalxana bənzər forma hazırlayıblar və onu şiri də onun içərisinə salıblar. Elə ən uğurlu da deyirlər ki, 1945-2001-ci illər arasıdır. Niyə 2001 kimi deyirlər? Çünki 2001-ci ildə loqo gedir sadələşməyə doğru. O vaxtı elə bu sadələşmə prosesi, minimalizm prosesi başlamışdı. Loqolara da öz təsirini göstərdi və belə deyim, ümumi loqo brend özünün ümumiyyətlə belə deyim də simasını itirir, ruhunu itirir. Sadə tipoqrafika, sans serif, forma çox simplelaşır. Formalarından götürülmüş xətlər loqoya əlavə olunur və alternativ bir dənə də rəng. Təbii ki, mən də razılaşıram ki, bu ümumiyyətlə ruhsuz bir loqo forması alınır. Və yaxşıdır ki, indi 2026-da artıq bunlar qayıtdılar öz tarixi köklərinə. 1945-ci ildə olan loqonu daha müasir formaya, daha funksional formaya, daha səliqəli işləməklə məncə uğurlu bir loqo alındı. Şiri düzəltdilər, sonra deməli formanı daha belə səliqəyə saldılar ümumi qıraqlarını və tipoqrafika artıq sıfırdan işlənildi. 1945-2026 şir daha elə bir arığı idi mı deyim, ya nə bilim qarnından mı vurublar şirin nəsə içəri girib. Yəni belə bir şey alınıb, amma Tuş qəbul edildi. tuş qəbul. Tükləri çox idi, indi onu Biraz azaldıblar, formaya saldılar. 2026-cı ildə yəni müqayisədə əməlli başlı dəyişiklik var. Yəni təbii ki, indi dünyada dizaynerlər, təkcə bizdə yox, dünyadakı dizaynerlər deyirlər ki, bəs oxuyuram kommentləri, deyirlər ki, nə oldu, nə dəyişib, heç nə, milyonlarla pul tökülüb, amma əsas da rebranding prosesi budur. Sən tarixi köklərinə qayıdırsan və orada böyük araşdırmalar gedirdi. Onlar da elə-belə bu qərara gəlib çıxmırlar əlbəttə ki. Bəs araşdıranda qabağıma çıxdı. Bu azərkeşlərin reaksiyası nətər olub? Azərkeşlərin reaksiyası çoxunu, yəni müsbət idi. Təbii ki, ən çox o vaxtı, yəni deyim də, belə deyim, daha yaşlı nəsil daha yaxşı qarşıladı bunu. Kommentlərdə oxuyurdum. Yəni orada biri də yazmışlar. Bir də hardan bildim ki, yaşlı nəsil axır. Orada kommentlərdən biri yazılmışdı ki, fikir verirəm ki, kommentlərdə daha yaşlı nəsil daha yaxşı qarşılayıb. Amma müasir, daha cavan nəsil yeni bir şey gözləyirdi. Amma yəni məncə qatı futbol azarkeşləri hansısa klubu dəstəkləyəndə, mən özüm Chelsea azarkeşiyəm. Mən heç vaxt istəmərəm ki, klubumun loqosu kardinal dəyişsin.
Mən istəyirəm ki, elə o da qalsın. Hə, müasir tendensiyaya uyğunlaşsa pis olmaz. Təbii ki, uyğunlaşıb da bu yaxınlarda daha orqanik formaya salınıb. Chelsea-də biraz loqosunu əl gəzdirib bu yaxınlarda. Amma köklü bir dəyişiklik mən istəmərəm. Yəni mən belə öyrəşmişəm, mən fanatıyam, mən Chelsea-ni belə sevmişəm. Mən belə də görürəm loqonu. Gəldi. Böyük ehtimal ki, burada sırf o 2021-ə qədər, 2000 yox, neçənci il? 2001-dən 2001-dən nəsil hansı ki, hə, onlar bu daha sonuncu loqonu görüblər. Onlar üçün biraz ağırlı olub bunun, yəni yenilənməsi. Hə, təbii ki, gözlənilən idi ki, köhnə nəsil bunu daha yəni yaxşı qarşılasın. Hə. Köhnə xatirələri təzələnib loqo ilə bir yerdə. Yes, amma yenə də dediyim kimi də, yəni bu öz brendi özünkiləşdirən bir insan və brendə belə deyim heyran olan bir insan, izləyən insan məncə o kardinal brendin dəyişikliyinə getmək istəməz. İstəməz də o kardinal dəyişsin. Çünki biz bir insana öyrəşirik və o insanı hər dəfə elə görmək istəyirik. Okay, məni tutaq ki, mən belə saqqalım var və açkim var. Məni tanıyanlar obrazımı canlandır deyəndə bu ikisini canlandırırlar çox vaxt. Hə, mən sabahsı gün saqqalımı qırsam Pakistanlılara oxşayacağam. Pakistanlılara oxşayacağam. Açkimi də çıxarsam olmaya bilərəm. Amma mən sabahsı gün bu açkimi çıxarsam bir başqa açki taxsam, yenə də mənim obrazım dəyişmir. Yəni məncə brendlər də buna getməlidir. Kardinal dəyişiklik etməkdənsə. Hə, ortada bərbad bir şey varsa, əlbəttə ki, dəyişmək lazımdır. Amma ortada normal bir ideya və ruh varsa, onu sadəcə əl gəzdirməklə düzəltmək olar. Bu arada hə, loqonun strukturudur. Deməli SCP belə deyim də simvolları bu həm də belə touch rolunu oynayır. Şirdir, bir də qalxandır. 3 hissədən ibarətdir loqoları. Yəni öyrəşdiyimiz standart. Hə, bayaqda mən ona görə fikirləşirdim ki, bu yazını niyə bu şəkildə deformasiya ediblər? İndi çatdı. Tac olmağı ağlıma gəlmir. Bu arada indi ona görə qovurub saxlayıblar əslində. Hə. Bu arada indi Rizvan görəcəksən ki, əvvəlcə də mən birinci dəfə bu loqonu görəndə o SCP loqonun üzərində olan yazı məndə biraz belə qəribə hisslər yaratdı. Nə mənada öyrəşə bilmirdim. Bayaqdan mən də yaradı. Öyrəşə bilmirdim yəni. Elə bir ayrı bir forma, SCP ayrı bir formadır. Qalxan ayrı bir formadır. Bir-birinə yaraşmır. Amma sonra identikaya girəndə hər şey açılır da. Identikada tipoqrafika daha qəşəng oynayır. Gəldi Baköyünə bu gördüyümüz bu 2001-ci ildə dəyişilən, yaradılan identikadır. Tamamilə razıyam. Heç bir ruh yoxdur. Sadələşdirilmiş bir forma var ki, hansı ki heç bir özəlliyi yoxdur. Yəni dünyada olan 80-70% futbol klublarının, idman klublarının loqosu kimidir. Halbuki bunda da qalxan var, amma forma olaraq bir şey dəyişməyib. Və yeni identika, salam əleykum. Artıq bir ruh görürük, tipoqrafika qəşəng oynayır. Qalxan özü identika inteqrasiya olunur və mənim də yenə də ən çox bəyəndiyim identikada bunlar götürüblər öz tipoqrafikasını identikanın əsas elementi kimi istifadə eləyirlər. Sporting Sans-da bunun belə deyim də həm belə emosional şrift formasını oynayır, həm də sadə bir növü də var. Daha çox kondens növü var. Və tipoqrafika identikadır. Daha qəşəngdir. Loqoda olandan, yəni mən belə deyim, baxanda ümumiyyətlə bu brendi götürməmək istəyirdim. O qədər də ürəyim getmədi, amma artıq bu identikanı, bu şrifti görəndə, identika inteqrasiyasını görəndə biraz fikirləşdim ki, hə, yəni adamlar okeydir. Bu arada JKR yaradıb bunu, bu KFC-ni, Burger King-i eləyən agentliyi. Axır son zamanlarda çox onların işlərini görürəm. Yəni ümumiyyətlə pentaqramdan da daha aktual olmağa başlayıblar onlar. Qabaq belə deyil idilər. Touch
inteqrasiya olunur identikaya, Əla. patch kimi. İndi yerinə oturur. İndi yerinə oturur, yes. Və videoda belə deyim də modul şəbəkəsi kimi istifadə eləyirlər öz formalarının xətlərindən gördüyünüz kimi. Məncə okeydir, qəşəngdir. Dinamika var müəyyən. Bir də əlavə olaraq identikaya da bir rəngarənglik qatıb müəyyən dərəcədə. Amma hər şeyə bunu inteqrasiya eləmək olacaqmı filan artıq yəqin ki, sosial şəbəkələrdə yeni sezondan başlayaraq onların reklamlarına baxmağı, izləməklə görə bilərik, posterlarına baxa bilərik. Amma Bir də maraqlı odur ki, şiri də yaxşı istifadə ediblər. Vaxtaşırı çıxardılar onu qəfəsdən açıq şəkildə yerləşdirirlər dizaynı. O tərəfdən buraxırlar azadlığa onu. Buraxırlar azadlığa, o çox xoşuma gəlir. Şirə mən ümumiyyətlə girmədim. Çünki Chelsea-də də eyni belə şirdir. Çox klubda şir var. Xatırladır. Şir obrazı, yəni buna şey demirik, yəni dilimiz quruyar. Bu plagiat demirik qəti, amma bu şir obrazıdır, hansı ki belə deyim də çox idman klubunda çox tez-tez rast gəlinən bir simvoldur. Ona görə ona ümumiyyətlə girməyimiz heç nədir, amma mənə ən ləzzət eləyən şeylərdən biri oldu ki, şiri təzədən işləyəndə o şeyin belə deyim də qalxanın qıraqlarında olan o yumruluqları şirin də müəyyən hissəsinə gətirib çıxardıblar. Fiqurun saçına diqqət eləsəz, elə orada da var o. Və əlavə sadəcə belə deyim də bu ruhunu, rebranding ruhunu bildirmək üçün o keramik məntiqi götürüblər, daşıyıblar ayrıca patterna, hansı ki belə deyim də böyük ehtimalla da bu promo materiallarda, formalarda, müəyyən azərkeş formalarında və yaxud moda tərəfə də, fashion tərəfə gedəndə bu yəqin ki, patterndan istifadə eləyəcəklər. Yəqin ki, formalarının müəyyən indi home olmasın, away olmasın, 3-cü dərəcəli formada istifadə eləyəcəklər. Hələ onun haqqında bir informasiya görmədim, amma yəqin ki, bir cürə istifadə olunacaq. Yəni belə bir şey. Keçən dəfə dediyimiz bir mövzu burada da var. O da yəni nədir? Identikada o çox tərəfli deyək də. Həddən artıq çox alət var yenə bundan da əllərinin altında. Yəni bir tərəfdən bayaqki zolaq modul qurublar. Modul özü sənə imkan verir ki, ay sağ ol. Yəni kommunikasiyalarda bunu istifadə edəsən. Bir tərəfdən fotolar var hansı ki, yaşıl rəng orada aktiv istifadə olunacaq. Bir tərəfdən əllərində şir var. Vaxtaşırı onu da savaşa buraxa bilirlər. Tipoqrafika kifayət qədər emosionaldır. O özü elə öz-özlüyündə bir çox hallarda rahat istifadə oluna bilər. İndi o bir tərəfdə də fotoları da gördük. Burada da həmin o nə idi? Keramika patterni də var hətta ekstra olaraq əllərinin altında. Yes. Yəni bunu belə rahatlıqla istifadə edə bilərlər. Elementlər çoxdur. Yəni elementlər çoxdur. Görək indi yəqin ki, müəyyən zamandan bir hardasa əsas məsəl üçün məncə birinci sıradan çıxardıb filtrdən keçirib çıxartdıqları bu pattern olacaq. Yəni bu pattern çünki çox getməyəcək. Yəni 1-2 sezon gedər, sonra müəyyən şeylərdə qalar. Hansı ki, nə bilim, interyerdəmi, stadionun hansısa. İnteryerdə yəqin. İnteryerdə qalacaq. Sonra artıq kommunikasiyada böyük ehtimal istifadə eləməyəcəklər. Amma qalan elementlər adaptiv elementlər. Tipoqrafika çox fərqləndirir. Mən deyərdim ki, tipoqrafika identikanın əsas elementidir. Yəni burada digərən qalanda o şeylər, xəttlər, formanın üstündə olan xəttlərdən o modul şəbəkəsinin yaranması. Bu da müəyyən dərəcədə kommunikasiyalara, motion qrafikada istifadə olunanda yaxşı alınacaq. Amma yəni əsas element, yəni mən bu proyekti ümumi analiz eləyəndə xoşuma gələn ən böyük identikada element bu tipoqrafikadır. Çünki həqiqətən əməlli başlı font yaradıblar və uğurlu da fontdur. Niyə də yox? Bir də ən əsas da brendin tarixi köklərinə qayıtması. Bu tarixi köklə bağlı bir dənə şey əlavə edeyim. Əslində o vaxt biz də endorfinlə bir yerdə Neftçini işləyəndə o mövzunu araşdıranda məlum oldu ki, burada çox da heç baş yormaq lazım deyil. Əksər son dönəmlərin məşhur rebranding, redesign hadisələri futbol klubları
çərçivəsində elə bu şəkildə baş verir. Yəni daha əvvəlki illərə baxıblar, daha çox uğurlu periodu götürüblər və onun üzərində dizaynı yerindən qurublar. Mən ona görə mənə maraqlı idi ki, Sportingin azarkeşlərinin reaksiyası necə oldu. Yəni bizim o Neftçi кейsində əslində əsasən yaxşı qarşılandı. Təbii ki, hər kəsi tam xoşbəxt eləmək mümkün olmazdı. Yəni, böyük ehtimal ki, əksər o biraz negativ reaksiya verənlər təbii ki, yəni o göz açıb futbolu azarkeşləməyə başlayır, daha doğrusu klubuna və həmişə də bu loqonu görür 15-20 il ərzində. Və loqonu dəyişirsən, son loqonun bəlkə yüngülvari restyling variantı olsaydı, həmin o azarkeşlərdə də bir o qədər belə mənfi reaksiya yaratmazdı. Amma sən tarixi köklərə gedirsən, daha əvvəlki perioda girsən, onlar isə onu görməyiblər, bilmirlər hətta. Yəni bilmək məcburiyyətində deyirlər. Onların reaksiyası biraz negativ olur. Amma bu maraqlı bir tendensiyadır. Çünki futbol klubları, o azarkeşlər, yəni onlar klubun burada dəyəri nədir? Yəni tarix, uğurlar, keçmişi. Ona görə də sən də yenidən qurursansa, bunların hansınasa, yəni nəyisə bağlamalısan da, yəni hansısa bir ilişəcək yerin olmalıdır. Burada ən yaxşı variant kimi tarixdən müəyyən bir period. Hətta yadımdadır ki, bəzi dizaynerlərimiz tamam belə radikal yeni variantlar təklif edirdi. Bunu artıq sən qeyd elədin ki, bu əsla qəbul olunmazdı. Belə кейslər var hansı ki, bu belə dəyişikliklərdən sonra klub məcbur olub ki, hətta geri addım atsın və loqonu daha əvvəlki variantı geri qaytarsın. Çünki tamamən fərqli bir simada görmək istəmirdi. Yəni adam 20 ildə azarkeşlik eləyir. Bəlkə bədənində tatusu var həmin futbol klubunun. Hər yerdə odur. Bunun yeni variantını tamam qəbul etmək olar, amma tamamən başqa bir simada yeni bir insan gəlkən, bax, dönənə qədər ki, bayaq dediyin kimi, Fərid belə idi, tamamən başqa biridir. Amma bu Fəriddir. Yoxdur, yəni, Fəridi mən belə tanımıram axı. O baxımdan bunların əslində addımları təbii ki, belə deyək, daha ənənəvi variantlardan biridir futbol klublarının rebrandingində. Burada bir dənə qəşəng nüans var. Məni tanıyanlar bilirlər ki, mən necə dəli futbol azarkeşiyəm. Və dırnaq arasında. Hə. Mən yəni bu klubu heç adını eşitməmişəm. Arada Instagramda qabağıma çıxıb, onun loqosunu görəndə, Fərid zəhmət olmasa bir dənə loqoya qayıt. Onun loqosunu görəndə, hə. Bir dizayner kimi. Qəbula qayıdım qəşəng. Hə, onlar prosta burada bir dənə də var idi. Stroke'un içində stroke, o da elə deyəsən yeni variantdandır. Bax 2026, ay sağ ol. Stroke'un içində ağ stroke, onun içində detallı şir, üzərində heç aşağı simvola əlaqəsi olmayan bir dənə tipoqrafika, yazı yazıb. Heç o yazı ümumiyyətlə nə gəzir orada? Yəni bayaqdan dizayner kimi mənə əsəb basıb. Amma bunu mənim üçün yığmayıblar. Bunu mənim üçün yox, bunu klubun azarkeşləri üçün yığıblar. Yəni hədəf kütləsi onlardı və sənin sözün kimi o Chelsea-ni ki sevirsən, bəyənirsən və yaxud da ki Neftçinin özünün azarkeşləri var idi. Yəni mənə versələr Neftçini araşdırmayıb eləməyib, beynimdə arzumda olan bir dənə N hərfindən o çıxdı, bu çıxdı, tamam fərqli bir dənə loqo yığacağam. Dizaynerlər deyəcək, əladır, superdir, amma bu işləyirmi? Hədəf kütləyə uyğundurmu? Yox. Bütün o kommunikasiya qırılacaq. Ona görə loqonu qəti bəyənmirəm, amma tipoqrafika insanı kövrəldir. Niyə? Son zamanlar çox yayılıb, qəşəng bir tendensiyadır. Sırf tipoqrafikanı çox fərqli eləyirlər, kommunikasiyanı ondan qururlar və buna bax, yəni bu topbuş, bəzən kontrastlı, belə şirin yazını görəndə sən artıq dərhal bilirsən ki, söhbət gedir. Sportivo nə idisə ondan. Heç adı görsən yadında qalmayır. Amma baxanda bilirsən də dərhal. Rəng də gözəl işləyir, o palasalar, o zolaqlar da dizaynerin kəlləsi. Yəni baxıb ki, mən bu zolağı bir dənə layouta çevirəcəm. Aferin sana. Şirkətin adı nə idi? JKR. JKR, əla. JKR. Aferin onlara. Hazırda hər kəsin sevimli mövzusu olan Dünya Çempionatı, FIFA 2026 və onun identikası, loqo və korporativ üslubu. Murad, buyur. Deməli, əvvəlki loqolara, əvvəlki tarixçəyə baxanda görürük ki, baş qəhrəman topdur, hərəkətlərdir, hansı ölkədirsə həmin ölkənin atributlarıdır,
İtaliya 90-cı il ümumiyyətlə onu necə loqo kimi qəbul ediblər, çox maraqlıdır və 2014-cü ildən bu tərəfə görürük ki, əsas loqotip qurulur həmin o trofeyin üzərində. Braziliyada trofeyin üzərində qurulub, Rusiya 2018-ci il, Qətərin loqosunu biraz da uzaqdan baxsaq oxuya bilməyəcək, o nə rəngdə seçiblər onun üçün və bunlar da hamısı vahid bir regionda, vahid bir ölkədə keçirilir deyənə həmin ölkənin atributlarını yerləşdirirlər loqotipdə, simvolda. Və 26-cı ildir, bu dəfə 3 dənə ölkədə, 2 dənə kontinentdə keçirilir. Amerika, yəni ABŞ, Meksika və Kanada. Təbii ki, bunların üçünü də bir loqoda yerləşdirmək çox qəliz ola bilər. Hətta nəzərə alsaq ki, 3 dənə ölkə və 16 dənə host city, yəni qonaq şəhər hardakı o çempionat, o oyunlar keçiriləcək. 16 dənə şəhər, 3 dənə ölkə, bunların hamısını bizim bu müasir dinamik dövrdə göstərmək üçün nə lazımdır? Şirkətin adı Public Address konsepti işləyirlər və təbii ki, FIFA-nın özünün kreativ studiyasından bir yerdə brief gəlir ki, bizə bir dənə kanvas verin, bizə bir konteyner verin və bütün ürəyimizdə olan arzularımızı, fantaziyalarımızı hamısını onun içində yerləşdirək. Və beləcə həndəsi, toppuş, dolğun bir dənə 26 simvolu yaranır. Onun üzərinə JPEG deyə bilərik. Onun üzərinə bir dənə şəkil yerləşdirirlər. PNG. Onun üzərinə bir dənə PNG şəkil yerləşdirirlər. Arxasında o xanalar yoxdur və s. Allah'a şükür. Və bununla mesaj verirlər ki, bəs artıq o standart ənənəvi loqotiplər vektor olmalıdır, belə olmalıdır, elə olmalıdır. Bunlar heç biri vacib deyil. Digitalda işləyirik və digitalın bir nümayəndələrindən biri foto və biz bundan gedəcəyik. Okey, olsun. Sağda biz onun orijinal yekun variantı görürük. Sonra açılışına bilmirəm baxdınız yoxsa yox. Qoy belə Amerikan deyim, LA-də, Los Angeles-da. Yes. Federasiyanın prezidentinin adı Iñárritudur, nə idisə, yoxsa rejissorun adı idi. Həmin o Federasiyanın prezidenti Infantino götürür o kuboku, triumfu, gətirir, qoyur loqonun içinə və ona baxanda adam necə kövrəlir. O bu işin içində olan bizlər idi. Yəni loqonu yığırsan, o mokapları yerləşdirirsən və s. və birdən görürsən ki, wow, loqo az qala yəni danışsın səndən, cana gəlib. 2D, orkestsiklodan yığıblar. Loqonu bir növ o transformer kimi iç-içə yığırsan, gətirirlər, sən bayaqdan loqonu görürsən, 26-nın üstündə bir dənə PNG şəkil, bu dəfə real triumfu götürürlər, onun içinə qoyurlar və çox gözəl bir görüntüdür, çox qəşəng fikirləşiblər. Bu eventi də hansısa maraqlı bir şirkət hazırlamışdı, onlara da afərin deyirik və bundan sonra əsas bizim gözümüzün öyrəşdiyi o al-əlvan 26-nın siluetinin hazırlanmış background. Eləmədim tənbəllik. Başladım bir-bir bu rəngləri saymağa. Görün, burada neçə dənə rəng var ki, arxada mənim bir məntiqi məqsədim var idi və gördüm ki, düz 16 dənə rəng veriblər və dizaynerlər axı sevirlər hər bir işdə bir fəlsəfə qoysunlar, məntiq qoysunlar, bir belə açar qoysunlar. Şəhərlərə baxın. Ay, sağ ol, şəhərlərin. Yəni mən adama deyirlər ki, o burada dayan. Niyə dayanım? Yəni bəlkə 12 olsun, bəlkə 19 olsun, deyib yox. 16 dənə olsun, çünki 16 şəhərim var. Buna bəlkə siz yəni kənardan məlumat olmayan baxan tutmur. Sadəcə baxır maraqlı, orada bir palitra var. Amma dizaynerlər üçün bir ürəkaçan məlhəmdir ki, bəli, orada 16 dənə rəng var. Heç nə təsadüfi deyil. Bunun ardınca loqonu hazırlayıblar və bir dənə kampaniya sloqanda fikirləşiblər ki, we are 26 və we are-ı da yazıblar 26-nı yazdıqları tərzdə, ondan bir xüsusi şrift hazırlayıblar. Bu sloqanda mahiyyəti nədir, məqsədi nədir? Həm partnyorları, sponsor olmaq istəyən partnyorları, həm turistləri, həm fanatların hamısına bir call to action olsun ki, yəni we are 26, biz buradayıq, gəlin bir yerdə, yəni bu tədbirdə iştirak eləyək, əlimizdən gələni eləyək. Bunu ingilis dilində
sloqanda bir loqo formasına salırlar. We are 26 İspan dilində, yəni o aşağı hissə üçün, cənubi hissə üçün somos 26 və fransız dilində Kanadaya müraciətin içində eləmədim tənbəllik, bunun pronunciation-ını, tələffüzünü oxudum. Nous sommes, belə gedir deyəsən fransız, nous sommes 26. Bunu da belə eləyiblər və sonra bunu loqo ilə necə inteqrasiya eləyiblər? Loqo altında şəhəri və üzərində we are. Yəni bu bunun sloqan, üstəgəl loqo və üstəgəl şəhər. Çox dəlisov brendinqdir və sizin fikirləriniz mənə olduqca maraqlıdır ki, yəni miqyası çox böyüdü, iddiaları böyüdü, həyata keçmək variantları böyüdü. Yəni çox geniş bir işdir. Hər şəhər üçün xüsusi rənglər ayırıblar. Burada bir simvol, sloqan, simvol və şəhərin adı. Sonra simvol yoxdur, sloqan və şəhərin adı. Və burada da bayaq baxdım, araşdırdım, elədim, gördüm, səndimə. Fikir verin, Miami Extended geniş yazılıb, çünki söz biraz qısadır. Mexico City şəhər, Mingəçevir bundan qısadır. Mexico City uzun yazıblar, onun üçün kondensi. Toronto adı bir normal öyrəşdiyimiz addır və oturub bunun üçün də xüsusi FWC şrifti hazırlayıblar. Böyük bir dənə ailəsi var, extended-dir, onun içində lightdan tutmuş bolda qədər və s. Çox ağır bir iş görüblər. Və şəhərlərə görə Atlanta, Boston, o 16 dənə şəhərin hərəsinin özünə uyğun, özünə məxsus rəngi və özünə məxsus qrafikaları ilə yola çıxıblar. Bax belə dinamik brendinqdə sevmirik dinamik brendinqi. Bax belə doldurublar. San Francisco'nun məşhur körpüsü var arxada. Ben buna indi fikir verdim. Golden nə idisə. Və bu xoşuma gələn variantlar ümumiyyətlə internetdə keyfiyyətli çıxan variantlar idi. Philadelphia üçün, Kansas City üçün, New York, New Jersey, Dallas və burada məni bir fikir tutdu ki, bunlar bu Seattle şəhəri necə sevinir ki, bunlarda şəhərdə futbol keçiriləcək. Təsəvvür elədim, yolun qırağında qoyun kəsirlər belə, o futbolistlər gələndə, gedəndə. Yəni çox sevinirlər bunlar. Ardınca bu deyəsən universiteti qurtarır və maraqlı bir şəkil tapıb Dallas şəhərində onun fonunda şəklini çəkdirir. Bunlar sevinirlər ki, Boston sevinir, yes, bizdə də futbol çempionatı keçiriləcək və s. Və təbii ki, maskotlara toxunmasaq olmazdı. Bir dənə sizə sual verəcəm. Siz bu maskotları, oyunları izlədikcə gördünüz, əziz dizaynerlər? Yox. Mən VR yazısını da görmədim. Mən də ilk ağlıma o gəldi ki, mən də aktiv vaxtı çox gecə olduğuna görə təbii ki, canlı baxmıram. Amma sonra ən azından gün ərzində sağ olsun YouTube-da izləyirəm də. Amma maskotları heç görməmişdim. Yəni bunu Identicanın çox aktiv. Biri Kanada təmsil edir, maraq. Yerində tədbirlər. Məntiqi 3 maskot, 3 ölkə. Kanada, adı Maple, Kanada, o kinolara görürük, maşının içində maral girir, avariya olur. Yəni Kanadanın simvolu maral. Sonra adı Maple-dır və bu da qapıçıdır, yer gəlmişkən qapıçıdır. Özdə maskotun da maraqlı xarakterini formalaşdırıblar ki, küçədə udarnik çalan bir adamdır, həm qapıçıdır və s. Sonra gəlir Meksikonun bütün ruhunu daşıyan Zayu Jaguarı. Bu hücumçudur, səhv eləmirəmsə, bir dənə bura baxım. Striker hücumçudur, futbol. Yes. Ayla futbol sevənlər deyəcəklər, bu niyə danışıraq? və bu birisi bilirəm Qartal, Amerika əlbəttə ki USA Qartaldır və bu da bizdə bu nə idi? Midfielder məntiqlə müdafiəçi olacaq. Bəli. Və ən axırda mən bir dənə çox maraqlı gələn sual. Biz bu loqonu hər cür pozada gördük. Ağ yaşılın üzərində, ağ göyün üzərində, qaranın üzərində trofey, ağın üzərində trofey, qatma qarışıq fonlarda trofey və 100% sizin dağılığınıza, yəni Rizvan Fərid və bizim nəsil dizaynerlərin ağlına belə bir fikir gəlir ki, bəs yaxşı, birdən sən o şəkli istifadə edə bilmədinsə, elə bir case olsa orada nə edəcəksən? Və bunların guideline-larını oxuyanda yuxarı sağ küncdə gördüm ki, loqonun siluetini, trofeyin siluetini negativ space kimi istifadə ediblər. Ürəyim soyudu, rahatlaşdım ki, həm müasir qaydalara uyğundur, həm də ki, belə praktik
sadə versiyada da çox rahat istifadə olunur. Bəs bunlar peçatı necə vururlar? Peçatı dokumentə necə vuracaqlar? Onda ortaya çıxır söhbət. Özlərində balaca stiker gəzdirirlər, PNG, kənarlar kəsilmiş trofey. Onu vururlar, üstünə yapışdırırlar sonra o şəklin. ya da Amerikaya gələn qonaqlara xalça verirlər, üstündə də Amerikan naxışları ilə və çempionatın loqosu ilə. Amma yox, xalçanı eləmək olar da, xalçada cəmaət foto çəkir. Yes. Nərd taxtanın üstünə lazerlə yandırmaq lazımdır. Ay sağ ol. Yaxşı mokap ideyası da, xalçanın üstündə logo generate. Xoşbəxt olun. Ay sağ ol. Təsəvvür elə baba yaxşı deyə 26-nın üstünə pambıqla o trofeyin siluetin gedirsən və salam. Azərbaycanski FIFA. Bir dənə bu təqdimatı hazırlayanda bax sizin ikinizə və hətta ola bilər ki, YouTube-da kommentlərə də maraqlı bir kontent olsun ki, Kanadanı maralla göstərirlər. Sonra Meksikanı bəbirlə göstərdilər, USA-yı, Amerikanı qartalla göstərdilər. Azərbaycanda keçirilsəydi biz onu hansı heyvanla göstərmək daha uyğun olardı bizə? Əla. Qəşəng bir sualdır. Şəhərlərə Yes. bu şəhərlərə yazsınlar. Yazın. Sizin fikriniz var, Rizvan və Fərid hocalar. Biz hər şeyə fikir bildirməyək. Bir dəfə sırf video baxanlar öz fikirlərini bildirsinlər, sonra bunu necəsə Instagramda paylaşarıq, yəni bilin bəlkə. Olar. Bir statistika çıxardıb, pinləyək. Yes. Hamınızın fikriniz önəmlidir. Və ən əsas məsələ, o həmin bu heyvan, ya da bəlkə də heyvan olmayacaq, mifik obraz da ola bilər. O stadionda onun rolu nədir? Hə, yaxşı sualdır. Oyunçu kimidir burada, amma bəlkə izləyənlər başqa rol da görəcəklər. Çox bəyəndim, amma çox böyük suallarım da var ki. Aha. Yəni sən indiyə kimi olan dünya çempionatlarının loqosunu göstərdin də. Hardasa hansısa bir ölkə ilənmi bağlılığı var idi filan, amma bu başa düşüləndir də. İndiyə kimi deyəsən dünya çempionatları tək ölkədə olub. Birinci dəfədir ki, 3 ölkə, birdən çox ölkə iştirak edir. Yes. Ona görə bunlar orta bir cəhət tapmayıblar və neyniyim sadəcə 26 yazısını yazıb ortasına şey qoyublar və identikada bir dənəsi olub. inteqrasiya. Koreya, Japan iki ölkədə olmuşdu. Koreya, Japan. Orada onlar nə olmuşdu loqosu? 2002. Kaşa. Hə. Düz obislər də Kaşadır onsuz da. Hə. Amma burada da baxın da şeydə də elədi. Elə baxanda Braziliyada və Rusiyada da olanda da onlarda fikir verin, yəni trofenin müəyyən belə deyim də hala salınmış formasıdır, formaya salınmış. Bəli. Yəni bir ölkədə olsa, yəni burada nə görsədə bilərsən, öz ölkəvin adət-ənənəsini və yaxud da öz ölkəvə inteqrasiya olunmuş bir şeyi və yaxud da trofeni bir dünya çempion futbolla əlaqələndirərsən. İkisini də bir yerdə eləyirsənsə lap əla. Amma yəni niyə insan prosta 20, mən çox bəyəndim, loqonu çox bəyənirəm. Çox yəni çox qəşəng minimal forması var və identikada da partdadır. Amma ənənə məsəl üçün Şimali Amerika göstərmək olar. 3 ölkədə Şimali Amerikanındır. Və yaxud ortada ortaq bir tərəf tapıb bu Japan, Koreya kimi bir şey eləmək olar. Yəni burada problem yoxdur, bunu eləmək olar. Bax bu tərəf mən bəyənmədim və ikinci tərəf bəyənmədiyim şey We Are o sloqanının 26 ilə işləmə, ümumiyyətlə o sloqanın olmasıdır. Çünki 26-da bu forma çox orqanik görsənir. Çünki simvolların giriş-çıxışı azdır. Amma artıq We Are sözünə gələndə orada 5 dənə simvol olanda aləm uca dəyir bir-birinə, ot da elə bil biçmisən prosta alınıb belə qarma-qarışıq və mən futbolun hardasa 2-3 oyununa baxmışam. Mən də aktiv baxmamışam saatlara görə Rizvan kimi. Mən bu identikanı görməmişəm. We Are 26 söhbətini görməmişəm. Yəni rənglərdən istifadə genişdir, digər elementlər. Bir dənə maskotla bu tərəfi görməmişəm. Böyük ehtimalla da sırf buna görə istifadə olunmur. Çünki birincisi, yəni oxunma tərəfini, funksional tərəfini qoyaq geriyə. O tərəfə
Yəni yaxşı görünmür. Yəni adicə onların elədiyi o şrift var idi. Adı nə idi? FWC, düzdürmü? Aha. Aha. Və o ilə yazsaydılar yazını və 26-nı sadəcə aşağıda qoysaydılar çox bu bomba göstərəcəkdi. Hə, ola bilər. Bunlara VR Hə, ola bilər o ab-havaya burada, düşüblər. Yes, nə qəşalın. Gəl bunu da digər belə yazaq. dillərdə yazılan var. Digər dillə aidsə və o söhbətə olub böyük ehtimal. O digər dil fransız dilində vəbşə orada heç nə. Hə, çox Ancaq detallı. qara ləkə kimi bir şey görünür. Çox detallıdır. Yəni bu belə deyim də, məncə bu elə olunan ən böyük səhvlərdən biridir çempionatda. Amma qarşıva Mən çıxmayıbsa mənə deməli çatmadı bu. sən deyənə gəlib çıxıblar. Qarşıva çıxmayıbsa çox, sən deyənə gəlib çıxıblar ki, yəni eləyiblər. Nəyin yəni? Biz bunu hardan istifadə edirik? O qədər naxışımız var, qalsın qoy. Maskotlar da yəni. Çünki yes. Çünki öyrəşmişik ki, bir kompozisiyada ana element var da. Brandingdə də ana element bu loqo istifadə olunursa bu loqodur. Hə. Düzdürmü? Yəni sən loqo ilə naxışı bir yerdə verirsənsə, loqo gözə girməlidir. Ana elementin loqodur, düzdürmü? Yəni burada sən qarmaqarışıqlıq bir şeylə eləmisən, hansı ki 26-da qalıb arxada. Yes. Fərid, bir dənə sənin hansı sözünə razı deyiləm. İnternetdə çox, hətta bəzi məşhur dizaynerlər öz variantlarını eləyiblər. Yəni sənlə həmfikirdirlər, simvolu bəyənməyiblər. Biraz USA, biraz Brazil və s. qatıblar bu trofeyin içərisinə. O 14-ün, 18-in, 22-nin loqosuna bənzər siluetlər yaradıblar. Amma bu 16 şəhərin hər birində kommunikasiya qurmaq üçün, onlarla doğmalaşmaq üçün indi loqonu da dinamikləşdirmək lazımdır. Bir dənə, yəni o 16 şəhər mövzusu olmasaydı sənlə razılaşardım, amma 16 şəhəri, hərəsinin o mədəniyyətini və s. onları nəyin içində yerləşdirmək üçün mənə elə gəlir ki, bu konteyner idealdır. İçərisi top-buş dolu bir dənə konteyner. Sonuncu кейsə keçməmişdən qabaq, əgər bu branding analizləri, söhbətləri mövzusu sizin də xoşunuza gəlirsə, ona görə də videonu bəyənin, kanala abunə olun və fikirlərinizi, rəylərinizi mütləq şərhlər bölməsinə qeyd edin. Dünya çempionatı mövzusu bu dəfə milli komandalar çərçivəsində davam edəcək. İlk olaraq seçdiyim mövzu Norveç milli komandasının identikası yox, identikanın təbii ki, kifayət qədər vacib hissəsi olan tipoqrafik haqqında olacaq. Daha doğrusu ümumi tipoqrafika yox, sırf millinin futbol geyimlərinin, futbolkaların üzərində yazılan yazılar, oyunçuların adları və bir də oyunçu nömrələrində istifadə olunan şriftdən söhbət gedir. Və sırf bu çempionat üçün, bu geyimlər üçün studiya, hansı studiyadır bilmirəm, düzündə onu tam da araşdırmadım. Viking, Skandinav tarixindən, ənənəsindən ilhamlanıb, belə bir onların səndimə əlifbaları var və bu əlifbadan ilhamlanıb təbii ki, yazıları daha oxunaqlı hala salmaqla həm hərfləri, həm də rəqəmləri hazırlayırlar. Düzdür, orada proyektin şərh bölməsində var idi ki, yazılar təbii o əlifbadakindən fərqli olaraq təbii ki, daha kontrastlı, daha qalındır. Hansı ki, bu da həm medianın, həm də oyun vaxtı hakimlərin bu yazıları rahat oxumasına xidmət eləyir. Bu balaca çox da belə inandırıcı səslənmədi, çünki bizim deyəndə ki, həm medianın, həm də fərqi yoxdur izləyicilərin, həm də hakimlərin öyrəşdiyi bir yazı strukturu var. Amma burada isə biraz daha ekspresiv, biraz tarixi, dekorativ görünüşlü bir şriftdən söhbət gedir. Ona görə çox da inandırıcı gəlmədi ki, uzaqdan baxan kimi rahatlıqla istənilən hərfi tanıyacaq və oxuyacaq bunu görənlər. Amma təbii ki, kifayət qədər maraqlı bir həldir və əslində yəni Norveç milli komandasını nə qədər dərindən izləyənlər var bilmirəm. Yəni bu komandanın azarkeşlərinin əslində belə deyək ki, yadında olmalıdır ki, belə bir case səhv etmirəmsə 2 il əvvəlki formada da olubdu. Və o vaxtı çox maraqlı ki, FIFA bu tipoqrafik yanaşmanı qəbul eləməyib. Bunun da səbəbi odur ki, əslində orada da yəni eyni məntiq olub. Orada yenə bu Skandinav Viking mədəniyyətindən, tarixi ənənəsindən ilhamlanıb solda gördüyümüz formada hərf və rəqəmlər təklif olunubdu. Amma o vaxtı bu qəbul olmamışdı ki, yox, burada oxunaqlıq çox aşağı belə deyək, səviyyədə də oxumaq olmur. Ki, əslində razıyam bu ilə. Yəni biz bilirik ki, söhbət Haalanddan gedir, amma oradakı o
A hərfinin yerində A da olar, nə bilim, R da olar, istənilən bir hərf ola bilər. Rəqəmi oxumaq ümumiyyətlə çox çətindir. S xatırladır indi belə anidən baxanda görürəm. Düzdür, biləndə ki, orada rəqəmdir, hər bir halda aydın məsələdir ki, orada 9 görmək olar. Amma yəni bu qədər əziyyət verməməlidir də bir hərf və rəqəmin oxunmağı. Bu baxımdan FIFA yəni bunu qadağan edib və ona görə də daha standart yazılarına davam ediblər. Həmin dövrdə səhv eləmirəmsə 2 il əvvəl ya da bəlkə 4 il əvvəl. Amma bu dəfəki variant təbii ki, keçib və əslində dünya çempionatının ən səs-küylü deməyək də, yəni biz dizaynerlər üçün diqqət çəkən кейslərindən biri idi. Yəni onsuz da bu Norveç milli komandası çempionatdakı iştirakı ilə kifayət qədər səs-küy yaratdı. Onların azarkeşlərinin o Viking tarixliyini, mədəniyyətini, ənənəsini o stadiona, turizmə daşıması da onsuz da bu çempionatın əsas yadda qalan detallarından biri idi. Bunun da yanında bu tipoqrafikanın da bu şəkildə istifadə olması məncə belə bütöv bir proyektin, düşünülmüş bir proyektin güclü bir tərkib hissəsidir. Əslində bugünkü proyektlərin hər üçündə, yəni həm istəyir dünya çempionatı olsun, istəyir Sportingin identikası olsun, istəyir bu case olsun. Artıq görürük ki, yəni demək olar ki, bir branding varsa ortalıqda, identika varsa, custom fontlar, yəni həmin brendə uyğun hazırlanmış şriftlərin olması artıq bir norma halını alır. Yəni, bu da artıq tipoqrafikanın nə dərəcədə belə brendin unikal görünməsində iştirakına, yəni bir işarə eləyir. Bu artıq belə də ağlıma o gəlir ki, yəni artıq o dönəm getdi də, harda ki loqotiplə unikallıq yaradırdıq, simvolla unikallıq yaradırdıq. Yox, indi tək bir loqo ilə, bir simvolla unikallıq yaratmaq, bir brendi başqasına fərqləndirmək bir o qədər də asan bir şey deyil. Ona görə artıq identikada loqo əsas o lokomotiv rolunu təbii ki yenə də oynayır, amma əvvəlki kimi yəni monopolist deyil. İndi onun yanında artıq rənglər, buna artıq dünya çempionatında кейsində gördük, tipoqrafika hamısından bunu görmüşük. Hətta zaman-zaman layout grid sistemi də, yəni kifayət qədər güclü rol oynayır ümumi identikada. Usta Rizvan, burada ucu neçənci keysdir ki, biz baxırıq neçə axır son 4-5 ildə olan identikaların içərisində əsas element tipoqrafikadır. Yəni loqodan sonra öyrəşdiyimiz naxış yerini verir tipoqrafikaya, elə gördüyümüz Sporting keysindəki kimi. Çox bayılıram. Keçmiş o soldakı variant R-ya da oxşuyur, hər şey oxşuyur, o uğursuzdur, amma bu birisi çox gözəldir. Hətta istəyirəm o şrifti tapım, ondan bir poster də yığım. Növbəti keys isə bu dəfə artıq futbol komandası yox, milli komanda yox, futbol federasiyasının deyə bilərik. İdentikasının, daha doğrusu loqosunun yenidən hazırlanmasıdır. Söhbət Portuqaliya Futbol Federasiyasından gedir. Burada bəri başdan onu da qeyd edeyim, sonradan yenə göstərərəm o görüntünü. Sadəcə ancaq federasiyanın qurum olaraq, bir institut olaraq Futbol Federasiyasının identikası dəyişdirilib. Yəni o milli komandanın geyimlərində yenə də ənənəvi o gerb, geraldika istifadə olunubdur. Elə bil affadır da bizim affa. Bəli. Və burada da кейsdə də belə izahat verilir ki, burada məqsəd yeni loqonun hazırlanmasında məqsəd daha çox loqotipin rəqəmsal mühitdə rahat istifadəsinə yəni yönəlik bir addımdır. Yəni əvvəlki loqotip çox detallıdır, xırda detallar var və s. və ilaxır. Yəni müasir loqo ənənələri baxımından yeniləyiblər və əsasən də düşünüblər ki, bu loqotip rəqəmsal platformalarda, sosial mediada, yəni də rəqəmsal bildiyimiz nə varsa, hansı format varsa, saytda digər rəqəmsal daşıyıcılarda daha rahat olmalıdır. Yəni, məncə də buna görə kifayət qədər qalın konturlardan istifadə ediblər. Nəmi orada 5 dominonu xatırladı da, yəni o domino 5-ni xatırladan nədir o gerbdir. Yəni, o gerbin 5 dənəsinin əvəzinə ancaq birini istifadə ediblər. Konturları azaldıblar. Bir də ki, ölkənin bayrağını belə minimal formada yerləşdiriblər. Simvolu, hansı ki, yeri gəlmişkən əvvəlkində o bayraq görünmürdü. Və çox maraqlıdır ki, əslində loqonun təqdimatı olan, yəni saytlardan birində yəni niyəsə qırmızı fon üzərində durmadan bu loqoları göstərirdilər. Hansı ki, bir də mən
diqqətimi çəkdi. Yəni bu simvolun içində yaşıl və qırmızı bayraqlar var. Fonda da nə üçünsə o əvvəlki qırmızıdır, nədirsə onu istifadə ediblər. Hansı ki təzə loqodakı o qırmızı da indi yoxa çıxacaq, bu saat yoxa çıxacaq, belə bir məqam var. Mən əslində xoşum gəlir belə monoline bir xətt üzərində qurulmuş loqolardan, amma yenə də qayıdıram Neftçi loqosuna ki, yəni sırf orada konturların hamısını eyni qalınlıqda biz eləmişdi. Yəni biri qalın, biri nazik olmasın deyə, bütün ümumi loqotipin bütün detalları bir məntiq ilə qurulsun deyə, həm neqativ boşluq, həm də positive space, yəni ki, əsas forma, əsas detallar eyni qalınlıqda idi. Mən ümumiyyətlə loqo dizaynında bu yanaşmanı sevirəm. Çalışıram ki, mümkün qədər buna əməl edeyim. Burada diqqətimi çəkən o oldu. Yəni topun konturları ilə bilmirəm, yəni o gerbin də konturlarını görəsəm eyni eləsəydi necə olardı. Amma bir yanında bayrağın orada xəttləri var. Böyük ehtimal ki, burada ən azından bayrağın xəttləri ilə ona diqqət çəkmək olar. Daha doğrusu həmin o gerblə bayrağın konturlarının qalınlığı yəni bir-birini məntiqi tamamlayır. Sonra bir də sonradan gördüm ki, case, yəni geyim formasında hələ də əvvəlki loqotip istifadə olunur, gerib istifadə olunur. Burada da yenə biraz əvvəl danışdığımız məsələyə qayıdırıq. Yəni azarkeşlər bu milli komandanı bu formada görürlər. Bu futbolkaların üzərində bu gerbi görmək istəyirlər və birdən-birə radikal dəyişilmiş bir simvolu bura məncə qoymazlar. Bu riskli olardı hələ də dünya çempionatından qabaq, hansı ki komanda savaşa gedir. Cristiano Ronaldo'nun son çempionatı üçün. Sanki hətta onun üçün savaşa gedirlər. Və bu savaşlar da həmişə bu loqo ilə olurlar. Birdən bunu götürsünlər, yerinə bir dənə yumru topu gətirib qoysunlar. O biraz uğursuz yəqin ki, qərar olardı. Tapşırığı, кейzi, problemi tam bilmədən fikir yürütmək təbii ki, asandır. Həm də biraz professional deyil. Amma qlobusun orada nə yeri var? Qlobusa heç ehtiyac yoxdur. Soldakı simvola baxanda orada əsas 2 dənə dominant var. Xaç və qalxan. Qalxan. Hə, kənardakı qlobusun xəttlərini, yəni qlobusu yığışdırsaq, ancaq qalxanı və ortadakı o xətti saxlasaq, məncə ondan qat-qat yaxşıdır. Məncə. Yəni çox artıq bir detal kimi görürəm mən o qlobusu. Şirindir, gözəldir, kölgələr gedir, oradan çıxır, o üstə girmək, altdan çıxmaq, bunların hamısını sevirəm. Amma ki, yəni də heç əlaqəsi yoxdur. Bəlkə o yumru profil şəkillərinə dəstək vermək üçün onu. Hə, o superdir. Profil üçün əladır. Hər şey götür, yumru elə ki, mən bunu profil üçün eləyirəm. Digital deyib durublar. Yəni ola bilsin ki, elə əslində 100%. Morix, tam sənin dediyinlə razıyam. Yəni konkret bu bilsən nə case oxşuyur. Elə bir Sporting 2001-ə kimi gəlib, normal 2001-dən indiki dövrümüzə gələn o loqo müasir tərzə, müasir trendlərə mi deyim, texnologiyalarıma deyim, onu yəni Globus görürsən də, birincisi top görmürsən, hansı tərəfdən də topa çəkmək istəsən, sən burada Globus görürsən. Yəni internet kommunikasiyaları görürsən, belə internet ikonu olur, onu görürsən. Məncə götürsəydilər, elə siz demişkən, bu gerblə xaçı minimallaşdırsaydılar və ikisini də elə bir yerdə istifadə eləmək, götür elə əməlli başlı rebranding elə, həm formada normal istifadə elə, həm də yəni şeydə nə məcburiyyətdir ki, sən həm özünü çaşdırmaq üçün, bir də Rizvan dediyi məqam var. Bu qalın söhbətlər düzdür. Dominantlığa biraz ad qoymaqla o qalxanı önə çəkmək okey, amma yenə də adamın gözünə steril dəymir. Orada nəsə diz balans söhbəti gedir. Buna da söz deyə bilmərəm. Bilirsən nə yaxşı, illüstratorda yuxarıda transformda stroke scale-ı yandırırsan, daha da o sönünü qoyursan, böyüdür kişindən də ki, hamısı qalır, bir də sən böyütdün, böyüyürəm. Elə bil ki, kimisi yadından çıxıb transformda scale-ı söndürsün. Bizə məsələ odur ki, biz həmişə məsəl üçün line loqotiplər eləyəndə belə xəttlərdən şrifti belə təqribi onun qalınlığında seçirik. Sonra yəni təsdiqlənəndən sonra çalışırıq ümumi hər şeyi bir şey eləyək. Bəlkə də ona görə bizim gözümüzə belə dəyir, amma yenə də ümumi, yəni
məsələ bir dənə bu olsaydı, okey, bunun üstündən keçə bilərdik. Amma ümumi məncə uğursuz uğursuz məqamları çoxdur. Başa düşdün? Məncə. Bəli. Bir də ki bu qırmızını görəndə Rizvan bu qırmızını göstərməmişdən qabaq bayaqdan beynimdə bir qaşıntılı suallar gəlir ki, bayraq səni ağ-qarada necə göstərmək olar ay bayraq və tapınlar ki, heç nə göstərə bilmirik.